Salam, hər vaxtınız xeyir olsun qızlar. Necəsiz, neyinirsiniz? İnşallah hər biriniz yaxşı olasınız. Mən də şükür Allah'a yaxşıyam. Bu videonu istəyirəm günləri paylaşım sizin üçün. Sabahlar inşallah başqa video paylaşacağım səhər-səhər Allahın izni ilə. Deməli qızlar, bu günləri ayın 15-i, fevralın 15-idir. Dedim bir balaca bir dənə video çəkim və saat hardasa, əgər alınsa saat 10 üçün hardasa belə paylaşmaq istəyirəm. Bayaqları piraşki eləmişəm, bu günə piraşki günüdür. Piraşki eləmişəm. İndi dedim birinci başladım piraşkini eləməyə. Sonra yadımdan çıxdı ki, buraları birinci mən yığışdırım, səliqəyə salım. Ondan sonra başlayayım səliqəli boşluq olanda işləməyə daha yaxşı olur, maraqlı olur. Maraqlı olur deyəndə ki, adam özünü daha yaxşı hiss edir də. Xoşqal piraşkisidir. İndi sizə yeni gələn xanımlar üçün də onun elə bir ki, reseptini deyərəm. Çox qəşəng, pambıq kimi resepti olur. Nə deyirlər ona? Xəmiri olur. O qədər gözəl olur ki, o qədər gözəl. Yəni ki, hər kəsə deyərəm ki, hazırlasın. Peşman olmayacaq da, çox ləzzətli xəmir olur. İndi deyəcəm, bunları bir dənə silim. Tez yer eləyim. Sonra başlayarıq piraşkini eləyəcəm. Sonra da tez montajı eləyəcəm. Neyinirsiniz qızlar? İnşallah yaxşısınız. Ayın 19'una da Ramazan ayı daxil olur. Bir şey qalmayıb, şükür Allah. Necə deyərlər, 12 ayın sultanı gəlir, başlayır. Çox həm sevinirəm, həm də ki, biraz həyəcanlıyam. Mən ümumiyyətcə hər Ramazan ayı daxil olanda mən həddindən artıq həyəcanlı oluram. Niyə həyəcanlı oluram? İndi deyəcəm. Fikirləşirəm ki, birdən tuta bilmərəm, orucumu tuta bilmərəm rahat. Həm də məndə biraz titrəmə olur. Yəqin ki, qızlarda da var elə bir şey. Çox titrəmələr olur. Ona görə biraz çox qorxuram ki, məsuliyyətlidir də, məsuliyyətli bir şeydir. Bunu indi balkona qoyum. Ona görə çox həyəcanlıyam. İnşallah Allah dualarımızı, namazları qəbul eləsin inşallah. Bunu da indi buranı sildim, bunu atacağım yumağa. Bir dəfə yumuşam, yanınızdadır, bunu təzə almışdım da. 60 dərəcə ilə yudum, elə də qaynar yumadım, rəngi getdi, bozardı rəngi. Bu qalsın, sonra istifadə eləyəcəm. Təzəlikcə kofemolka aldım. Bu yaxınlarda ad günümüydü. Bu yaxınlarda deyəndə ki, dünən yox, sıra gün 13 fevral. Bilirsiniz ki, mən dolçayam da. Heç nə çəkmədim. Elə özümüz oturduq, yeməyimizi yedik. Yemək deyəndə ki, tort almışdı yoldaşım. Oturduq. Qaynana, mən, elə özümüz 5 nəfər oturduq, keçirdik, qalxdıq ayağa. Mən də elə bir ki, özüm üçün belə bir kofemolka aldım özüm üçün. 38 manata, endirimdən 38 manataydı. Baxın, çaşkası çıxır. Ondan sonra 4 dənə dişlidir, onu da deyim sizə. İşlətməmişəm, hələ siftəsini hələ eləməmişəm. Buradan elə belə basırsan, все. 10 saniyə bassın, все. Belə basırsan, vəssalam. İndi bunu çıxartdım korobkadan, qoyum o tərəfə. Adı Elatek. Elatekdir nədir? Əslində bunun boşunu da götürə bilərdim. Ondan sonra başqa bir firmadan da götürə bilərdim. Yəni tanınmış firmalardan, nə bilim, götürmədim. Dedim, heç nə olmaz. Yəni üstünə məsələ var, 40 manada, 50 manada var idi boşun.
Ona görə götürmədim. Belə bir şey götürdüm. Hədiyyələrimi də verdilər. Çox sağ olsunlar, qaynanam, yoldaşım, mamamgil. Çox sağ olsunlar. Belə əsas bilirsiniz ki, ad günlərdə puldur da, puldur. Bir də qaynanam qızıl əşyası verib, qızıl sırğaları verib mənə. Saçı qulağıma taxmışam, işlədirəm. Gəlin göstərim sizə. Allah ne deyirlər ona? Payı çox olsun. Belə bir qızıl sırğasıdır Pandora. Çox qəşəng, qulaqda çox qəşəng qalır. Taxmışam elə qulağıma. İndi bir dənə taxım. Sizi çəkim o tərəfə. Bir də qızlar, bildirmək istəyirdim ki, qızlar, ayın 19'u bildiyiniz kimi orucluq aydır və mənim bilirsiniz ki, mən qızlarla marafon keçirdirəm, arıqlama marafonları keçirdirəm. Kim arıqlamaq istəyir, həm oruç tutur, ya da ki arıqlamaq istəyir, marafona qoşula bilər. Ayın 19'u marafon başlayır. Ayın 19'u marafon başlayır. Həm oruç tutanlar üçün olacaq, həm də oruç tutmayan xanımlar üçün olacaq. 2 dənə mini qruplar olacaq. Sadəcə olaraq aralarında saat fərqləri olacaq. Qruplarda nə fərqi olacaq? Oruç tutmayan xanımlarda həftədə 2-3 dəfə bədən təmizləmə reseptləri, ondan sonra detoks suları paylaşacağım ki, bədənləri təmizləsin, tezliklə tez arıqlasınlar. Həm Ramazan ayına özəl 10 manat, kim istəyirsə link qoyacağım, paylaşacağım, daxil ola bilərsiniz. Yəni hər kəs xanımlardır. Belə ərzaqlar da ki, evdə olan ərzaqlardan yeməklər hazırlanır. Çətin bir şey heç nə yoxdur. Kim istəsə qoşula bilər. Əgər istəsəz mənə dəstək olmaq üçün qızlar linki ətrafdakı xanımlara da paylaşa bilərsiniz. Belə baxın, bayaqları biraz piraşki elədim. Dedim birinci bunu göstərim. Yumuşaqlığını, piraşkinin yumuşaqlığına baxın. Görsünüz nə qəşəngdir. İçərisində belə göstərim sizə. Sonra da başlayaq piraşkini hazırlamağa. Görsünüz nə gözəldir. Kartuşkanı pişirmişəm. Bir dəqiqə xəmiri göstərim. Qızlar, gəldim. Baxın, xəmiri eləmişəm, üstünü bağlamışam ki, hələ də gəlsin. Yaxşı xəmirdir, qəşəngdir. Gəlin resepti deyim mən sizə, hazırlayın. Düzdür, gözə yarı mən suyu əlavə elədim. 3 dənə yumurta götürdüm. Xırda yumurta idi, 2 dənə yumurta da götürə bilərsiniz. Hardasa 3-4 stəkan su. 1 stəkan qaynar su tökürsünüz ki, ilıq olsun. Qarışdırırsınız ki, yumurta pişməsin. Tez-tez qarışdırırsınız. Üzərinə hardasa bir duru yağ da əlavə eləyə bilərsiniz. Kərə yağı da əlavə eləyə bilərsiniz. Hardasa 1 stəkana yaxın. Kərə yağı əlavə elədiniz, qarışdırdınız bunu. Ondan sonra duzunu 1 xörək qaşığı duz. Daha sonra 1 xörək qaşığı maya. Deməli, içərisinə, həmin suyun içərisinə 5 xörək qaşığı qatıq qarışdırdınız və apardığı qədər un. Belə bir xəmir olur. Görsünüz, nə qəşəng xəmirdir. Belə, yumuşaq xəmir. Qoyursunuz, gəldi, biraz qalxdı. Qarışdırırsınız, yoğurursunuz ki, yatsın aşağı. Sonra bir dəfə də qalxır, yenə yoğurursunuz və vəssalam. Başlayırsınız piraşkini hazırlamaya. İşlik nə istəyirsiniz, işlik əlavə eləyə bilərsiniz. Ət eləyirsiniz, ət eləyin, kartof, yumurta, ondan sonra kələm. Ürəyim gedir kələm piraşkisi üçün. Amma bizdə heç kəs onu yemir, bəyənmir.
O vaxtları mən uşaq olanda çuda peçkada kələm piraşkisi eləyirdilər. Çox dadlı idi, ləzzətli idi. Bir də qızlar bunu çıxartmışam, indi başlayacaq eləməyə. Bunu yanınızda panelin yarısını saxlamışdım, kəsmişəm də. Burada məndə elə bir ki, pəncərənin altında görsünüz belə qoymuşam. Bunun üzərinə yapışdıracağım ki, belə qara görsənməsin. Всё, gəlin başlayaq piraşkini eləməyə. Xəmiri yoğurum. 10-10 eləyib qoyacağım. Bunu da götürək buradan. Mişatçılıq eləməsin. Quşlar da ki səslərini atıblar. Əlimi belə unlayıram ki, xəmir əlimə yapışmasın. Nəzər onun üstünü ört. Belə. Həmişəki kimi piraşki necə eləyirik, elə eləyirik. Və salam. İşıq da yanır. Hə. Belə. Xəmiri də elədiniz. Xəmiri dilimi kündələdisən. Kartoşkanı qoydunuz içinə, doldurdusan. Onu qoyursunuz hardasa 10 dəqiqə, 20 dəqiqə belənçinə qoyursunuz, biraz qalxsın. Ondan sonra piraşki lap qəşəng olur. Qızardırsınız, hə? Qatıq qatmışam içinə, qəşəngdir. Pambıq kimi də, hə? Nəzir, buranın qapısını bağla gedən ki, quşdan səsləri şeylədi, bir tər. Qızlar, deyəcəksiniz ki, niyə belə yoxsa, niyə gec-gec videolar paylaşırsan? Qızlar, artıq Nəzrinin imtahan vaxtı da bilindi. Çox həyəcanlıyam. Mən də bilirsiniz ki, bir şey beynim qatıldısa, qarışdısa, başqa şeylərə, necə deyim sizə, vaxt ayıra bilmirəm də, elə fikirləşirəm, həyəcanlanıram. Ona görə biraz video çəkə bilmirəm. Həm də qızlarla işləyirəm, qızlar. Marafonda az qalıb. 2-3 günə bitiririk marafonu. Hə, ayın 18-i də axırıncı gündür, 19-u çəki tərəzi günümüz olacaq. İnşallah görək qızların nəticələri necədir. Menü ümumi menü verirəm qızlar. Amma alternativ olaraq başqa yeməklər də verirəm. Misal üçün sabahları məndə menyuda bulqurdur. Düzdür? Yağı, duzu, istiodu, hər şey yeri yerində. Bulquru olmayan onu qreçka ilə hazırlaya bilər. Misal üçün qreçka yoxdursa başqa bir şey deyirəm ki, onu hazırlayın, yiyin. Yəni problem deyil də, yox, çətin bir şey yoxdur. Əsas odur ki, özünüzə dəyər verirsiniz, özünüzü hörmət eləyəsiniz, öz bədəninizə hörmət eləyəsiniz və arıqlayasınız. Çox adam deyir ki, misal üçün, deyir ki, bəs orucluqda mən kökəlirəm, düzdür? İndi burada elə olacaq ki, menülər verəcəm. Siz nə israf eləyəcəksiniz, nə artıq yeməyəcəksiniz. Sizə verilən menü ilə gedəcəksiniz. Suyunuz vaxtı-vaxtında, yeməyiniz, içməyiniz vaxtı-vaxtında olacaq. Bax belə. Allah, yenə dediyim kimi, Allah duaları qəbul eləsin. Namazları qəbul eləsin, inşallah. Allah hər şey, hər kəsə ürəyinə görə versin. Bu həyatda ümumiyyətcə mən başa düşmüşəm ki, bu həyatda heç vaxt dayanmaq olmaz. Həmişə hərəkətdə olmalısan. Qabağa getmək istəyirsənsə, nəsə eləmək istəyirsənsə, öz yerindən tərpənmək istəyirsənsə, ancaq bu həyatda hərəkət eləməlisən. Necə deyərlər, səndən hərəkət, məndən bərəkət. Oturub evdə heç nə eləməyə, həyatda sən heç nə əldə eləyə bilməyəcəksən. Səndən nəsə bir divijeni olmalıdır da, belə deyə. Divijeni olmalıdır, mütləq. Mütləq.
çalışmaq lazımdır. Ya oxumaq lazımdır. Nə olsun 40 yaş var, nə olsun 41, 50 yaş var, nə olsun. İnsanda o şey olmalıdır. Həyata biraz baxışı tamam başqa cür olmalıdır. Oxumağa açıq olmalısan, inkişaf eləməyə açıq olmalısan, qabağa getməyə açıq olmalısan. Mütləq qızlar, mütləq. Deyəcəksiniz ki, uşaqlar var evdə. Nə olsun uşaqlar var? Uşaqlar var, bu qədər insanlar var ki, evdə otura-otura, çalışa-çalışa qabağa gediblər. Əziyyətdir. Heç nə bu həyatda əziyyətsiz yoxdur. Əziyyət çəkib, necə deyim, əziyyət çəkə-çəkə qabağa gedirik də. Əziyyətsiz heç bir iş yoxdur. O milyarderlər, milyonerlər, onlar heç kəs əziyyət çəkməyib. Əlbəttə, hamı əziyyət çəkir. Təzə-təzə hamı əziyyət çəkir. Sonra yerinə oturandan sonra hər şey düzəlir. Amma başlanğıc olaraq əziyyət çəkmək lazımdır. Kim hansı yolda getmək istəyir. Allah hamının yolunu açıq eləsin. Allah hamının ruzusunu versin. İnşallah. Mən heç kəsə heç nə pis baxmıram. Kim hansı yolla pul qazanmaq istəyir, kim hansı yolla inkişaf eləmək istəyir. Əsas odur ki, istəyir, qabağa getmək istəyir. Belə, burada neçə nə elədim? Nəsə çox danışdım. Mən bunları hamısını şeyliyim, axırda göstərərəm. Belə qızlar, müvəqqəti hələ bunu eləmişəm. Yeni xəmir var. İndi bu saat onu da eləyəcəm. Xəmirin bir dənə yumuşaqlığını göstərmək istəyirəm. Baxın, çox qəşəngdir. Çox ləzzətlidir. Dadı da qəşəngdir. Hər şey yaxşıdır. Bir də qızlar nə göstərəcəm sizə? Keçən ilin yadınızdadır ki, bu güldən almışdım yadınızda. Bunun bənövşəyi rəngini almışdım. Bu dəfədəki belə çəhrayı rəngini götürdüm. Çox qəşəng qoxusu var. O birisi də məndə açılır. Bu soğanlandı da. Bu elə bir ki qış boyu quru belə karobkada saxlayırsan. Sonra görsən ki, beləcə nəsə də yaşıllaşma başlayır öz-özünə də. Onu əkirsən. Belə. Çox qəşəng qoxusu var. Bunu özüm üçün aldım. Ad günüm üçün özümə hədiyyə elədim bunu. Bunun adı yadımda deyil qızlar. Deyəcəksiniz ki, bunun adı nədir? Adı yadımda deyil. Doğrudan yadımda deyil. Bilirsiniz ki, məndə adlar heç yadımda qalmır. Amma qoxusu bilirsiniz nə bənzəyir? Nərgiz gülünün iyisinə. Çox qəşəng qoxusu var. Çox ləzzətlidir. Ləzzəti nə idi? Qəşəng ətri var da, amma adı bilmirəm nədir. Belə qızlar, mən sizinlə sağollaşım. Bu videonu görüm, yəqin ki 10 dəqiqə, 12 dəqiqə, hardasa yəqin 9 dəqiqə olacaq. Belə, burada elə bir ki, bunları söndürdüm. İndi bunları yenə xəmiri yoğurum. Piraşki eləyim, qoyum, qalsın və başlayayım piraşkiləri eləməyə. Öpürəm sizi qızlar, sağ olun, özünə yaxşı baxın. Yəqin ki, hər gün yəqin belə qısa videolar çəkib paylaşacağım gündəlik olaraq. Uzun videolar olması üçün gərək nə qədər vaxt getsin. Amma çalışacağım ki, hər gün video olsun. Öpürəm qızlar sizi. Sağ olun, sağlıqla qalın. Hələlik.